Diqqətlə qulaq asın. İsa müqəddəs kitabda elə belə demir. Diləyin sizə veriləcək, axtarın tapacaqsınız, qapını döyün o sizə açılacaq. Çünki hər diləyən alır, axtaran tapır, qapı döyənə açılır. Ha, bunu mənim Rəbbim deyir, və Allahda yalan yoxdur. Və sonra da deyir, hansı ata öz evladına, evladı ondan yaxşı bir şey istəsə, ona pis şey verər. Mənim evladım nə istəsə canımı belə verərəm ona. Çünki balamdır mənim. İndi deyir, biz pis adamlar, Kəlam deyir, bütün insanlar yer üzündə, müqəddəs yazı deyir, pisdilər. Yaxşı olan bir Allahdır. Biz pis insanlar, evladımıza yaxşı şeylər veririksə, diqqətlə qulaq as. Allah ondan diləyənlərə xeyirxah şeylər verməzmi? Bəs niyə vermir? Bir çoxumuz niyə? Mən sizə bir söz deyim. Birinci, qürurumuz sınmalıdır. İkinci, ayaqlarımız yuyulmalıdır. Üçüncü, Rəbbə qayıtmalıyıq. Allah deyir, 40 il mən deyir, xalqımı deyir, atsız saxlayırdım ki, onlar həlim, təvazökar olsunlar. Allah istəyir ki, biz həlim, təvazökar olaq. Rəbb bizi sındırır, qürurumuzu sındırır.